Hamza salam, kanalıma xoş gəldiniz. Mən Mayzər. Bu günə yenə Rusiya günlükləri seçirəm. Sabah kofemizi və sendviçimizi alıb yedik. Sonra isə yola düşüb bir yerdə, xanım qızla bir yerdə hovuza getdik. Buranın yolları çox qəşəngdir. İyi seyirlər. İndi biz gəldik marketə, buranın marketinə. Hovuza gedəcəyik. Getdik, qəşəng yemək falan yedik. Sandviç yedim. Tost daha doğrusu. Kofe falan etdik. İndi gəldik marketə. Özümə belə bir onigiri aldım. Philadelphia'lıdır deyəsən, tam bilmirəm. Bizim marketlərdə çox görməmişəm. Burada belə satılır. İstədim dadına baxım. Bunu aldık. İndi başqa bir şey alsam yenidən çəkərəm. Buradan da çıxıb gedəcəyik hovuza. Bu şəkildə. Və bilməm, nazardanım. Dodağım bu şəkildə yara olub. 2 gündür beləyəm. İnşallah ki keçər deyə düşünürəm. Şişli idi. İndi şişliyi biraz azalıb. Bu şəkildə belə normal bir marketdir. İndi bunu bir yerdə sınayacaq, görək necə dadır. Çox belə maraqlı gəlir mənə belə şeylər. Buradan belə açıram. İnşallah düz açmışamdır. Yəni elə ümid edirəm. 2 hours later. Bunu da buradan çıxardım. A few moments later. Mən biraz səhv açdım. Bu şəkildə, yəni görüntüsü şu an biraz pozulub, amma olsun. Əsas olan dadıdır. Dadı qəşəngdir, sushi kimidir. Belə içində ton balığı falan var. Bəyəndim. İndi mən bunu yeyəcəm. Ondan sonra gedəcəyik hovuza. İndi çıxdıq, saçımı falan quruluyuram. Bu şəkildə hələ ki dururuq ki, saçım biraz qurusun, ondan sonra gedəcəyik artıq evə. Hovuz da genel olaraq bu şəkildədir. Mən çox bəyəndim buranın atmosferini. Mən də çox qəşəng görünür. Elə bu şəkildə yeməklər də çox qəşəngdir, pizzaları, frilər falan. İndi biz gəldik buradakı spara. Bizim sparla eynidir bu arada. Burada dodağım çox pis görünür, amma 2 verin diyor ora. Bu şəkildə indi gəldik marketə bir şeylər alacaq. Ondan sonra gedəcəyik evə. Gəldik buradakı spara. Yəni bizim sparla qram əlaqəsi yoxdur. Bizim sparla eynidir bu arada. Burada o qədər insana üşəngəcdir ki, hər şeyin soyulmuş, yuyulmuş halı satılır. Yəni bu insanları başa düşə bilməm ki, evdə evliyində yəni nə çətin ola bilər bu qədər. Və hər şey var da, yəni yemək içməkdən başqa hər şey də var. Mən özümə burcu alacağım, çünki burada olandan bəri çox sıxılıram və evdə eləyə biləcəyim başqa bir aktivite olmadığı üçün özümə nə qəşəngdir bunlar, bunlardan falan alacağım. Belə bu şəkildə. Bura fikir verməmişəm, burada belə Japonların yemək şeyləri falan var. Mən özümə buradakı ramenini aldım, bir də buradakı rameni aldım. Belə şeylər də var. Bunları bilməm görürsünüzmü? Uşaqlar falan yeyirdi. Buna baxın, bu nədir? Yeni zəmanlar. Qəşəng görünür amma. Belə şeylər var ümumiyyətcə. Belə dondurma falan aldıq. Paniklik falan aldım. İndi hər şey baxırıq, ondan sonra da çıxacaq, gedəcəyik evimizə. İndi gəldik evə, özümə bu aldığım buldakdan elədim. Bunu yeyib biraz telefona baxacağım. Ondan sonra da duş almağı düşünürəm. Sonra da bakım falan eləyərik bir yerdə. Mən bunu yeyim, ondan sonra görüşərik. Salamlar. Dünənləri dondurmaya yedikdən sonra başımı qoyub yatdım. Çünki çox yorğunuydum. Bu günlərdə artıq saat 6 falan olmalıdır. Mən demək olar bu gün heç bir şey eləmədim. Sadəcə evdə uzandım, yemək falan yedim. Başqa bir şey eləmədim. İndi hazırlaşdım, belə sadə bir kombin elədim. Burada Wildberries diye bir program var. Bizim Trendyol kimi bir şeydir. Oradan özümə jaket sifariş eləmişdim. Gedib onu yoxlayacaq. Burada elədir, gedirsən yoxlayırsan, orada kabinlər olur. Əgər bəyənirsənsə alabilirsən, bəyənmirsənsə də geri göndərirsən. İndi mən də onu yoxlayacağım. Görüm bəyənirəmmi? Bəyənsəm alacağım. Çünki elə qara jaketim yoxdur və mən də həmişə qara jaket istəyirəm. Azərbaycanda da tam içməsindən yox idi. Burada tapdım, dedim alım. Bu şəkildə indi gözləyirəm xalam qızını. Xalam qızıyla bir yerdə gedəcəyik bu şəkildə. Sizə gülləri göstərmək istəyirəm. Bunlar xalam qızın məzuniyyəti var idi bu arada. Sadəcə orada vlog seçə bilmədim demək olar ki.
Amma indi istədim göstərim. Belə çox qəşəng gülləri var. Və çox xoşum gəldi. Hamısından digər tərəfdə də var. Bunlara baxın. Özəlliklə burada indi bu, yəni bilmirəm niyə hamısı qopdu. Bu tulpan idi. Tulpan yox, lilium, hə. Lilium idi. Qopdu. Çox pis oldu bu. Amma o qədər gözəl idi ki, bu şəkildə çox qəşəng güllər var. Mən çox bəyəndim şəxsən bunları. Özəlliklə də bunu çox qəşəng görünür. Və dostlar, mən buranı soyuq bir yer bilirdim. Yəni uzun qollu falan kofta götürmüşdüm. Amma o qədər istidir ki, yəni Azərbaycanla yarışa biləcək bir istilik var. Çünki burada külək demək olar ki, heç yoxdur deyə hava çox isti olur. Ona görə çox istidir. Evdə də istidən ölürəm. Ona görə bir an öncə gedib gəlmək istəyirəm geri evə. Çox istidir çünki hava. Bu şəkildə. Jaketi orada tam göstərə bilmədim. İndi göstərim. Qalındır. Yəni bu qışda daha yaxşı olar deyə düşünürəm. Hazırlığa falan gedəndə yaxşı olar deyə düşünürəm. Şəxsən mən bəyəndim. Material falan da qəşəngdir. Amma indi çox isti olduğundan bunu da indi kənara qoyuram. İndi özümüzə çay üzəcəyik. Michael Jackson'ın kinosu var. Ona baxacaq xalam qızı ilə bir yerdə. Səhər də baxmışdıq ona, çox qəşəng bir kinodur. İndi davamına baxacaq. Sonra da özümüzə sushi sifariş eləyəcəyik. Çox qəşəng bir axşam olacaq. To be a superstar, and he single-handedly revitalized the music business. Listening to Billie Jean on the radio, we are witnessing the rise of artists. İndi belə sushilər sifariş elədik. Mənim ən sevdiyim Philadelphia və hələ də Michael-a baxırıq. O qədər maraqlıdır ki, yəni hamınıza tövsiyə edirəm, gedin baxın bu kinoya. Hələ sinemalardadır. Biz kaçak sitələrdən baxırıq televizorda, amma olsun da, yəni bunun ayrı bir keyfi var. İndi yeməyimizi falan yeyək, sonra görüşərik. Saat artıq 12 işləyib. Hava yeni bu arada, nə deyirlər ona, qaraldı, unutdum deməyi. Mən satın falan hördüm, o da çox pis örmüşəm, ona fikir vermirik. Sabahları xalam qızının, digər xalam qızının iş yerinə gedəcəm, saç falan bəzləyir. Ondan bir yerdə gedəcəm, ona görə çox tez qalxmam lazımdır, saat 10-da. Ona görə indidən istəyirəm kombinimi eləyim ki, sabah qalxanda bir də kombin dərdi çəkmim, bir yerdə ona görə kombin eləyəcək. Yeni bir şalvar almışdım özümə, belə ağ, çox qəşəng bir şalvar. Bunu geyməyi düşünürəm sabah. Həm belə çox qalın da deyil, yəni inşallah istidən pişmərəm, amma qəşəng görünür. Bunu geyinəcəm və çox xoş şəkillər seçdirəcəm sabah. Oradan da çıxıb kafeyə falan gedəcəyik. Bunu geyinəcəm, amma bunun üstünə nə geyinim, o şu an beynimdə oturmur. Üstünə nə geyinim, onu tapım, ondan sonra sizlərə də göstərim. Sonra artıq gedim yatım, çünki sabah çox tezdə qalxmamız lazım. Kombinimi elədim, çox qəşəng oldu, amma sabahları göstərəcəm, sürpriz olsun. Mən artıq gedirəm yatmağa, sabahları görüşərik. Salamlar, sabah oldu, mən qalxdım, hazırlaşdım. İndi gəldim xalam qızının yerinə, iş yerinə. O saçları düzəldir. Mən burada oturub onu gözləyirəm sabahdandır. Saat 12-dir. Saat 11-dən mən buradayam. Sizə kombinimi göstərəcəm. Ondan sonra xalam qızını gözləyəcəm. Gələcək kofe içəcək. Sonra geri bura gələcək. Saat 3-4 kimi də artıq buradan çıxacaq. Sonra da nəsə eləsəm çəkərəm. Yəni indi kombinimi göstərim sizə. O kombinimdir bu çünki. Şalvarımı o qədər çox bəyənirəm ki, çox qəşəng bir şal vardı. Həm yaylıqdır, həm rəngi falan çox qəşəngdir. Taklarımı da hər zamanki kimi taxdım. Bunları da buradan yeni almışdım. Onsuz da vlogda var idi, digər vlogda. İzləməyənlər varsa izləyə bilər. Bu şəkildə indi xalam qızını gözləyirəm. Sonra kofe izləyəcək. Çox yuxusuzam, çünki saat 3-də mi 2-də mi yatdım. Saat 10-da qalxdım. Ona görə dəhşət yuxum var. Ona görə kofe içsəm qəşəng olar deyə düşünürəm. Bu arada sizə kirpiklərimi göstərmək istəyirəm. Buna baxın. Çox qəşəngdilər. Və bu yeni aldığım maskara vlogda çəkmişdim. Digər vlogda onunla beri oldu. Bunu çox bəyənirəm bunu. Götürə bilsəm. Bu çox qəşəngdir. Yəni kirpiklərimi gördüyünüz kimi çox qəşənglədi. Aldığım çox qəşəng bir maskaradır. Bu şəkildə. İndi biraz yenə telefona baxacağım. Ondan sonra görüşərik. İndi belə bir yerə gəldik. Çox qəşəngdir. Özümə mən burgerlə ice latte sifariş elədim. Mən də çox qəşəng bir yerdir. İndi belə burger verdilər və yanında əlcək də var. Gör, çox düşüncəliyir. İndi bunları yeyəcəm. Sizəm sonra görüşərik. İndi gəldim, əllərimi falan yazam. Görün nə qəşəngdir. Güllər falan da var. İndi əllərimi falan yiyim. Ondan sonra gedəcəyik.
İndi belə paltar yeni gəldik. Çox qəşəng bir mağazadır. Belə ətəklərə falan baxıram. Xalam qızı mənim bu ağ şalvarımdan yoxlayır. İndi gözləyirəm o geyinsin. Baxaq. Ondan sonra çıxaq, gedək təzədən xalam qızının iş yerinə. Orada onu gözləyim, ondan sonra artıq gedək evə. Salamlar, bu gün neçədir bilmirəm, amma bizim getməyimizdə sadəcə 4 gün qalıb. İndi axşam saat 10-a işləyib biz gedirik gəzməyə. Bu şəkildə mən də kombin elədim. 5 oldu deyə düşünürəm. Görüşərik. Yolda gəldiyimiz zaman belə çox qəşəng günəş batımı var idi. Sizə də göstərmək istədim. Məncə çox qəşəng idi. Çəkim. Bəli. Bunlar indi bunu da alıb burada. Aydınlı qəşəng. Keşke Azərbaycanda da belə şey olsaydı. Olmamış olmaz amma marketə gəldik. Xanım qızın dostu ilə bir yerdə belə yerlər var. Bayaq çəkdim sizə. Nəsə mənə gəlir. Azərbaycanda da əslində bir-iki yerdə görmüşəm belə şey, amma belə yəni gedib görməmişəm. Bir internetdə görmüşəm. İndi burada özümüzə araman eləyəcəyik. Biraz söhbət falan edəcəyik. Saat 10-dur. Nəysə saat 10-da araman yemək biraz pis olacaq amma olsun. Qəşəng bir gün keçirmək istəyirəm. Çünki bu gün ancaq evdə oturmuşam. 3-4 gündür, 3 gün olmalıdır ki, çölə falan çıxmam, ona görə vlog da eləmədim. Yəni indi yenidən çəkirəm. 4 gün qalıb bu arada biz gedəcəyik Azərbaycana. O 4 gündə qəşəng keçirməyə çalışacağım. Bu şəkildə. İndi bunları eləyib. Belə qutuları falan da var. Burada da o bayaq göstərdiyim suyunu falan tökəcəyik. Elə hazırlayacağıq. Baxın. Çox maraqlı bir gecə idi deyim qısaca. İnşallah ki videoyu bəyənmişsinizdir. Bəyəndiyseniz abunə olub like atmağı unutmayın. Digər Rusiya vloglarında görüşərik.